Benim kanalımın seyirciləri, mən məktəb vaxtından aldığım bilgiləri praktikada, təcrübədə harda istifadə olunur, harda istifadə oluna bilər maraqlanmışam. Və bilirsiniz ki, mən təbiətə, balıq ovuna, ümumiyyətlə ova, təbiətlə ünsiyyətə, ümumiyyətlə ov sözünü qoy qırağa, təbiətin hansısa bir gözəl yerində yemək pişireyim, çay dəmliyim, oturum, təbiətlə ünsiyyətdə olum. Və elə mühitlər var ki, məsələn, buterbrodu əlindən yerə qoyarsan, bilirsən, qarışqalar apardı. Bulkanı əlindən yerə qoyarsan, görürsən, sərçələr apardı. Həmən yerlərdə qida zəifçiliyi var. Yəni, Azərbaycan təbiətinin hər yeri qida tərəfdən eyni paylanmıyor. Belə həyat, insan həyatı da elədir. Və bütün gördüyün ətrafda canlılar, quşlar, pişiklər, heyvanlar, hətta qarışqalar belə insan olan yerə, sənin evinin qırağından düşən çörək qırıntısı ilə hansısa bir qarışqa yuvası yaşayır və yaxud da quşlar yaşayır ətrafda. Yəni, bunlar hamısı bir-birinə bağlı canlı mexanizmlərdir. Bunları söyləməkdə məqsədim var. Məsələn, indi deyirlər, günü-gündən çətinləşir, filan ölür. Bu yer planetində inaplanetyanlar deyil ki, yad planetlər deyil ki, insanlardır. Qəddarlaşan, çətinləşən, mürəkkəbləşən insanlardır. Və bu da qidaya bağlıdır. Təkcə Azərbaycanda neft resurslarının azalmağına filənə görə yox. Biz 2012-də yağı keçmişik artıq neft resursu. Ümumiyyətlə dünya üzrə əhali çoxalır, resurs azalır, resurs uğrunda mübarizə çoxalır. Necə öz dilimizdə danışaq, bir tikə çörək pulu qazanmaq çətinləşir və qabaqları məsələn metro 5 qəpik idisə, hamı bir-birinə şan şöhrətlə qonaq eləyirdi və yaxud da ki, avtobusda reş biletik, darın biri bir-birini qonaq eləyirdi, insanlar bundan fəxr eləyirdi. İndi Bakubasa minir məsələn adam biri 3 dəfədir ki, ay qardaş, ay bacı, şimdə bir dənə artıq var, içində bir dənə ürəyində Allah eşqi olan kimsə bunu keçirdir. Ümumiyyətlə, canlı aləm hamısı belədir. O qonaqpərvərlik filan, o resurslardan gəlmə bir şeydir. Hansısa bir kasıb Azərbaycan min şükür Allaha resurslarla boldur deyə biz belə qonaqpərvərik. Hansısa bir heç uzağa getmək lazım deyil. Hələ Gürcüstanın özü olsun, Ermənistanın özü olsun. Yəni, insanın bu xislətləri resurslara bağlıdır. Resurslar azaldıqca insanlar laqeydləşir. Və Allah bizi o həddə kimi çatdırmasın ki, heyvanı vəziyyətə kimi gələk çataq, yəni qida uğrunda, pişə uğrunda bir-birimizə ağız ataq.